Demək, Allahın salamı olsun sizə qızlar. Allah Ramazan ayınızda etdiyiniz bütün ibadətləri qəbul etsin. Duaları qəbul etsin, tövbələrinizi qəbul etsin və biz bu günləri İsra surəsini ələ alacağıq. İsra surəsinin içindəki olan hikmətlərdən danışıb həyatımıza tətbiq etməyə niyyət edəcəyik Allahın izni ilə. Və mən başlamazdan öncə istərəm ki, İmam Əlinin istiğfarından 3-4 cümlə ilə başlayım ki, düşünürəm çox möhtəşəm bir sözlərdir. Burada istiğfarda İmam Əlinin tövbəni dilinə gətirmə şəkli ələ alınıbdır. Çox belə incə sözlərlə ifadə olunubdur. Demək, gözəl və Allaha dost olan İmam Əli deyir ki, Ya Rabbi, Allahım, səndən bağışlanma istəyirəm hər günahdan ki, mən onun əmanətinə xəyanət etdim. Bu günahlardan səndən bağışlanma istəyirəm. Və ya nəfsimi deyir, günah işləyərək çox dəyərsizləşdirdim. Buna görə səndən bağışlanma istəyirəm. Və ya deyir, bədənimi cəhənnəm odu üçün odun elədim. Cəhənnəm ateşi üçün odun elədiyimə görə səndən bağışlanma istəyirəm. Nəfsin ləzzətlərini sənin əmrinə tərcih elədim. Buna görə səndən bağışlanma istəyirəm. Şəxsi şəhvətimi deyir, sənin rizana tərcih elədim. Buna görə səndən bağışlanma istəyirəm. Başqalarının deyir, günah işləməsi üçün deyir, çalışdım. Buna görə səndən bağışlanma istəyirəm. Sənin izinlə gələnləri yoldan çıxardım. Buna görə səndən bağışlanma istəyirəm. Nə qədər incə, nə qədər həssas bir məqama toxunub İmam Əli. Biz də həmin bu münacata qoşulub, eyni sözləri biz də təkrar edib, eyni içdənliklə dua edib, Allahdan buna görə bağışlanma istəyirik dostlar. İsra surəsi Qurani Kərimin 17-ci surəsidir və 111 ayədən ibarətdir. Ayənin əsas motivi İsrail oğullarından gedir və eyni zamanda ayələrdə ailə içi münasibətlər, insanın mənəviyyatı, namazın qılınma şəkli, valideynlərlə münasibət və digər incə mövzulara da toxunulubdur. Ki, düşünürəm ki, İsra surəsinin içindən bir neçə ayəni seçib ömrümüzə tətbiq etsək, məsələ onlarla belə düşünürəm, cənnəti qazana bilərik. O dərəcədə önəmli olan məqamlara toxunulubdur İsra surəsində. Demək, İsra surəsi 7-də Əziz Allah buyurur. Bismillahirrahmanirrahim. Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz də öz əleyhinə pislik etmiş olursunuz. Yenə də bizim qanunumuz nədir dostlar? Hər cüzdə olan surələrdən, hər surənin içində olan maraqlı ayələri seçib danışacaq. Ki, həm vaxt çox getməsin, həm də onlar bizim yadımızda qalsın. Yəni, əziz və mütəal Allah bizə surə vasitəsilə çatdırır ki, sən nə etsən də o sənin özün üçün edəcəyin bir şeydir. Başqasının yaxşılığına və pisliyinə baxmamağa çalış. Məsələn, filan kəs də namaz qılır, amma belə bir şey edir. Ondan sonra heç namaz qılmaram deməyin sənə şeytanın vəsvəsəsindən başqa bir şey deyil ki, Quranda biz görəcək şeytan deyir ki, şeytana deyilir ki, ordularınla onların üzərinə get. Şeytanın orduları, şeytanın özü, yəni gündəlik həyatımızda kifayət qədər vəsvəsələr verir bizə. İbadi mövzularımızda, mənəvi, ailə münasibəti, qohum münasibəti, düşüncəmizdə, emosiyamızda bizə hər yerdən vəsvəsə edən bir varlıq var ki, bu vəsvəsələr də bu vəsvəsələrdən də biri insanların
başqalarının ibadətlərinə baxıb, naqis olan müsəlmanların əməllərinə baxıb özlərinin ibadətdən uzaqlaşmasıdır. Ki, Quran İsra 7 deyir ki, yəni bunu etməyin. Sən etdiyin ona, onun etdiyi də onun özünə qalacaq. Sonra 11-də deyir ki, insan özünə xeyir dilədiyi kimi şər də diləyir. Doğrusu insan tələsəndir. Ümumiyyətlə İsra surəsində insanın 3-4 xüsusiyyəti ələ alınıbdır və düşünürəm ki, o xüsusiyyətlər insanın uğurunu və uğursuzluğun açarlarından biridir. İndi irəlilədikcə başa düşəcəksiniz nə dedim, nə deyəcəm. Baxın, deyir ki, doğrusu insan tələsəndir. Həqiqətən də, yəni biz özümüzə və yaxud da ətrafımıza baxanda görürük ki, bir çox insanların uğur qazanmama səbəbi tələskən olmalarıdır və yaxud da problem yaşamaları, münasibətlərin pis olmasının səbəbi tələskən olmalarındadır. Məsələn, bir mübahisə, bir problem olur ailənin içində. Səbr etmir, tələskənlik nəticəsində qarşı tərəfi acılır və yaxud da səbr etmir, tələskənlik edir, lazım olmayan anda lazım olmayan hərəkət edir. Yəni, insanın təbiətindədir tələsmək və onu təyin eləyə bilsə ki, bunu necə düzəldərəm, düşünürəm ki, həm mənəvi, həm dünyəvi qanunların həm mənəvi, həm dünyəvi birisi nəyə çatar? Rahatlığa çatar, qələbəyə çatar ki, Quran da deyir ki, doğrusu insan tələsəndir. İnsan özünə xeyir dilədiyi kimi şər də diləyir deyir. Yəni, insan özünə xeyir bilirik nə cür diləyir, əlini açar və yaxud da qəlbindən keçər. Allahım mənə ruzi qapıları aç, Allahım mənə gözəl evlilik ver, Allahım mənə cənnətlik et, kimi duaları insan dilinə gətirərək Allahdan nemət istəyər. Bəs yaxşı, şər necə istəyər? Şəri də təbii ki, insan deməz ki, Allahım mənim bəlamı ver, Allahım məni pisliyə sal, deməz. Amma bunu insan öz əməli ilə deyir. Məsələn, lazım olmayan ortamlara daxil olmaqla, Allahın hüdudlarında təyin etdiyi haramları keçməklə, ailə münasibətlərini boynunda haqqı olan vəzifələri yerinə yetirməməklə, ibadətlərini axsatmaqla özünə şər diləyə bilər, dostlar. Daha sonra 13-də deyir ki, biz hər bir insanın əməlini öz boynundan asdıq, qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik. Kitabını oxu, bugün sənə özün hesaba çəkməyə yetər, deyəcək. Kim doğru yolla getsə, xeyri onun özünə, kim də azğılığa düşsə, ziyanı onun öz əleyhinə olar. Yəni, dostlar, bizim gündəlik davranışımız, sözümüz, niyyətlərimiz, hətta niyyətlərimiz belə elə bir hard diskə yazılır ki, insan öldükdən sonraki o bütün yaşadığını ki, ona göstərəcəklər ki, digər surənin ayəsində deyir ki, insan öz əməl dəftərini görüb çox təəccüblənəcək və deyəcək ki, bu necə qəribə bir kitabdır ki, bir kəliməni belə ötürməyibdir. Yəni, o dərəcədə bizim gündəlik həyatımız qayd olunur. Hətta niyyətlərimiz belə. Və boynumuza asılacaq, hər kəsin əməl dəftəri boynuna asılacaq və özü oxuyacaq. Ümumiyyətlə, Qurana baxanda, dostlar, Quranda bu dünyadakı olan müəyyən mövzular, nə bilim, bu dünyadakı qanunlar, mələklər, yeraltı, yerüstü, insan sağlığı, insan, nə bilim, psixikası, sonra axirətdəki olacaq hadisələr, oradakı keçən dialoqları biz ara-sıra Quranın ayələrində görürük. Və bu da onlardan biridir ki, insan öz əməl dəftərini gördüyü zaman nə cür reaksiya verəcək? Yəni, insanların qiyamətdə verəcəyi reaksiyaları da Quran bizə xəbər veribdir, dostlar. Daha sonra 18-də deyir ki, kim gəldi gedər dünyanı istəsə, orada ona dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi cəhənnəmə verərik, atarıq. Sonra 19-da deyir ki, kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların əməyi, səyi məmnuniyyətlə qəbul olar. Baxın, yəni Quran bizə
göstərir ki, əslində bu dünyada istər kafir ol, istər olma, istər mömin ol, istər olma, bu dünyanın qanunlarından da biri odur ki, kim nə istəsə, istədiyi uğrunda səy etsə, o ona veriləcək. Əgər Allaha inanmayan birisi səy edib müəyyən bir iş qursa, müəyyən o işini ağıllı şəkildə idarə etsə və ruzi üçün beynini, ruhunu, qəlbini fokuslasa, o ruzi ona gələcəkdir. Ki, bunu Quran bizə deyir. Yəni, bəzən insanlar düşünür ki, Allah bir möminə, bir müsəlmana ruzini az verdi, digərinə çox verdi. Digəri, məsəl üçün, kafir ölkəsindədir və yaxud da ki, müsəlman deyil, onun qapıları necə açıldı? Onun yaşadığı coğrafi mövqe, onun atdığı addımlar, onun düşüncə stili həmin o qapıların çox açılmasının səbəbdir ki, Quran bizə deyir ki, bunu belə olacaq. Yəni, bu dünyanın qanuna uyğunluğundandır. Kim nəyi istəsə o veriləcək. Əlbəttə, bəzi insanların dünyada yalnız dünyaları istəməsi və axirəti ümumiyyətlə istəməməsi böyük bir hüsrandır. Böyük bir hüsrandır ki, ayənin sonunda deyir ki, Allahın rəhmətindən qovulmuş halda girəcəyi yer cəhənnəm olacaq da, cəhənnəmə ataraq deyir. Yəni, yalnız dünyanı istəyənlər, axirəti saymayanlar, inanmayanlar, yəni bununla rastlaşacaqlar. Sonra 20-də deyir ki, biz hamıya, onlara da, yəni hamıya, yəni kafirlərə də, müsəlmanlara da, möminlərə də Rəbbinin nemətindən veririk. Rəbbinin neməti heç kəsə qadağan deyil. Heç kəsə qadağan deyil. Heç kəsə. Sadəcə o nemətə çatmağın yollarını, o neməti əldə etməyin formalarını bilib ona əməl etmək lazımdır. Bu qədər. 23-də deyir ki, Rəbbin yalnız ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və yaxud da ikisi sənin yanında qocalıq yaşından dolarlarsa, onlara uf belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə. Bu ayədə baxırıq ki, Allah Teala'nın bizə verdiyi bir neçə mesajı var ki, bir odur ki, bizim boynumuza haqq qoyur ki, valideynlərini özün saxlamalısan. Necə ki, onlar səni saxlayıb, sənin ixtiyarın yoxdur ki, onlar qocalıbdır deyə onları qoca evinə atasan, onlara baxmayasan. Bu, bir müsəlmanın boynunda haqdır ki, öz qocalmış valideyninə baxsın, qayğısına qalsın. Hətta baxsın, qayğısına qalsını da kənara qoyur. O qayğını necə etməlidir ələ alır Qurani Kərim. Deyir, hətta ona uf belə deməyəsən. Qayğının da forması bu şəkildə olacaq. Yoxsa ki, deyinə-deyinə o yanında qalacaq və sən də düşünəcəksən ki, mən atama, anama baxıram da. Yox, Quran bu stili qəbul eləmir və bunu iman əhlinə də yaraşdırmır. Yəni, Allaha könül bağlayan insan, əməllərini düzəltmək istəyən insanın diqqət yetirməsi məsələlərdən biri də öz valideynləri ilə davranış şəklidir ki, Quran bunu açıqlayır. Uf, belə deməyəsən, deyir. Və deyir, üstlərinə qışqırmayəsən və onlara xoş söz söyləyəsən. Deyinməyəcəksən, qışqırmayacaqsan, hətta bunları qoyduq kənara, bunlarla da belə, onlarla danışarkən xoş sözlə danışacaqsan. Sonra deyir ki, onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadını altına al və ey Rəbbim, onlar məni körpəlimdən tərbiyə edib böyütdükləri kimi sən də onlara rəhm et deyəcəksən. Yəni, baxın, demək, bənd-bənd verir. Sən onu valideynlərinə baxacaqsan deyir. Necə baxacaqsan, necəliyini də açıqlayır ki, uf demədən baxacaqsan, üstünə qışqırmadan baxacaqsan, sonra bunları etdikdən sonra xoş söz deyəcəksən, sonra onlarla təvazökar davranacaqsan, sonra da onlara dua edəcəksən. Bunlardan da sonra onlarla yaşadığın müddətcə onlara dua eləyəcəksən ki, duan da bu şəkildə olacaq. Ya Rabbi, onlar məni körpəlimdən tərbiyə edib böyütdükləri kimi sən də onlara rəhm et deyəcəksən. Və bu, Rəbbinizin ürəklərinizdə olanları yaxşı bilir. Əgər əməli salih olsanız, bilin ki, həqiqətən də o tövbə edənləri bağışlayandır.
Ayənin sonunda bu ayənin gəlməsi isə bu ayənin içində barındırır ki, bu əməllər valideynə qarşı etdiyimiz bu əməllər əməli saleh insanların edə biləcəyi bir əməllərdir. Ki, cənnətə girməyin də yollarından biri əməli saleh olmaqdır. Əməli saleh sözünü açsaq, orada birinci bənd dayanacaq valideynlərlə olan münasibət. Münasibətin də şəklini, formasını Allah-u Teala 23-də, 24-də açıq bizə elan edir dostlar. Daha sonra 26-da qohum əqrabaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin malını lazım olmayana yerə sərf etmə. Baxın, Qurani-Kərim elə bir kitabdır ki, kitabı vərəqlədikcə hər surənin içində fərqli mövzulara toxunan ayələr qarşımıza çıxır. Gah göydən, gah yerdən, gah keçmişdən, gah gələcəkdən, gah sağlıqdan, gah ruhdan danışan ayələrlə rastlaşırıq. Eyni zamanda insanın özü mal dövlətini necə qazanması, necə xərclənməsinə dair olan da ayələr görəcəyik ki, bu onlardan biridir. Deyir, qohum əqrabaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin malına lazım olmayan yerə sərf etmə. Həqiqətən də israfçılar şeytanların qardaşlarıdır. Şeytan Rəbbinə qarşı nankordur. Mövzuda bu ayədə 26 və 27-də bir neçə mövzuya toxunur. Birincisi onu deyir ki, qohum əqrabana əl tut. Yəni qohum əqrabaya əl tutmaq imanın şərtlərindən biridir. Daha sonra yoxsul və müsafir və onu sıralayır. Birinci əgər yəni aya baxsaq, birinci yardım etməli olduğumuz bir bəndi seçsək, orada qohum əqraba birinci yerdə durur. İkinci yoxsul, sonra müsafir, yəni yolda qalan. Müsafir səhv etmirəmsə burada yolda qalan yoxsa qonaqdırmı? Bax, onu bilmədim. Müsafir səhv etmirəmsə, yəqin qonaqdır burada. Hə. Müsafir burada mən nədənsə yolda qalan kimi də yadda saxlamışam. Belə, gərək bunu baxın. Nəysə ki, belə. Sonra deyək ki, lakin malını lazım olmayan yerə sərf etmə. Malını sərf edəcəksən, amma sərf etdiyin yerə də elm və hilmlə baxacaqsan. Orada da israfa yol verməyəcəksən ki, israf şeytanın əməllərindən biridir. Yəni, elə deyəcəksən ki, sənin xərcləyəcəyin sədəqə, sənin verəcəyin pul səni müflis etməsin ki, sabah bir gün kimisə yanında abrın getməsin. Daha sonra demək, əziz Allah deyir ki, 28-də bir mövzuya toxunur ki, Peyğəmbərin maddi durumuna görə başqa insanlara yardım edə bilməməsində keçirdiyi duyğunu ələ alır və deyir ki, əgər belə eləyə bilmirsənsə, yəni maddi dəstək dura bilmirsənsə, onlara xoş söz de. Baxın, onlara xoş söz de. İmkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə, onlara xoş söz de. Yəni, buradan da bu nəticəyə gələ bilərik ki, insanın sədəqə verməsi, birinə əl tutması heç də həmişə pulla əlaqəli olan bir şey deyil. Yəni, buna könül qoyan bir insan cibində 5 qəpik olmasa belə bunu qazana bilər. Nə formada? Dili ilə. Digər insanın qəlbini rahatlatmaqla da bəlkə də eyni belə yerdə olan insanların savabını qazanacaq. Bəlkə biri 1000 manat xərcləyəcək Allah yolunda, amma biri heç cibində pulu olmayacaq, amma qonşusunun, qohumunun, valideynlərinin, övladının könlünü xoş tutaraq, onlarla şirin dillə, onlarla mehriban danışacaq və Allah-u Teala ona o neməti verəcəkdir. Yəni, burada ümiddir əslində. Yəni, ümidini üzmə. Hər kəsən öz çəkisində, hər kəsin öz səviyyəsində xeyir əməllərə imza ata bilər. Yəni, Quranın mesajı budur, dostlar. Sonra yoxsul 31-də deyir ki, yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da sizin də ruzinizi biz veririk. Sonra onları öldürmək həqiqətən də böyük günahdır. Baxın,
İslamda böyük günahlar deyəndə bəzi insanlar, daha doğrusu insanların çoxu düşünür ki, bu adam öldürməkdir, şər atmaqdır, faiz yeməkdir, qumar oynamaqdır. İndi faizi az adam bilir. Yəni belə baxanda, statistik məlumatda baxanda görürsən ki, Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, amma faizdən kifayət qədər istifadə edirik əhali olaraq. Bu da faizə qarşı olan düşüncəmizin nə qədər yumşaq olduğunu göstərir və eyni zamanda Qurandan nə qədər bixəbər olduğumuzu göstərir ki, və bixəbər olduğumuz böyük günahlardan da biri düşünürəm ki, abort mövzusudur ki, selektiv abortların sıralamasında səhv etmirəmsə Azərbaycan 3-cü yerdə olmalı idi. Çindən mi sonradır yoxsa necə? Axırı, yəni bunun böyük günah olduğunu cəmiyyət olaraq hələ başa düşməmişik biz. Cəmiyyət olaraq bu böyük günahdır. Biz bunu anlamamışıq. Ki Quran deyir ki, bu böyük bir günahdır. Günahdır demir, günahın şəklinin, formasını da izah edir. Bu böyük bir günahdır. Sənin onu abort etməyin. Cinsinə görə ola bilər ki, 3-cü, 4-cü uşaq gəlir və sən düşünürsən ki, mən bunu saxlaya bilmərəm, bunun gələcək qayğısı var, ona görə onun abort etməyin sənin etməməli olduğun bir əməldir. Sən ibadət əhli və sən örtülü bir qadınsansa, sən Allaha sevən, təsdiq edən, axirət yurduna inancı olan bir ailəsinizsə, bunu etməməlisiniz, deyir Quran. 32-də isə deyir ki, zinaya yaxınlaşmayın. Çünki bu iyrənc bir əməl və murdar bir yoldur. Yəni, Qurana baxanda dostlar, əslində murdar sözü, iyrənc sözü çox qabağımıza çıxmaz. Bəzi ağır kəlmələr var ki, onu xüsusi belə mövzulara işarə edir. Yəni, o mövzunu danışarkən o ağır kəlmələrdən istifadə edir. Əslində, Quran çox ağır kəlmələrə çox istifadə etmir. Bu ağır kəlmələrdən də biri məhz zina üçün istifadə olunur ki, zina nədir? Zina deyir ki, murdar bir yoldur, iyrənc bir əməldir və ora yaxınlaşmayan deyir. Niyə? Birinci yaxınlaşmayan mövzusunu ələ alsaq, görürük ki, insan nə zaman zina edir? Onun mərhələləri var da. Biri ilə çox şirin danışa bilər, yazışa bilər, çox ünsiyyət də qura bilər. Yəni o zina baş tutana qədər müəyyən mərhələlər var ki, onu insan keçir, sonra zina baş tutur. Onların özündə insan çəkinməlidir ilkin mərhələdə ki, gəlib o baş tutmasın. Düşünürəm ki, bu çox azlığımızın diqqət yetirdiyi bir məsələdir və bu iyrənc bir əməl, murdar bir yol, ona görə belə düşünürəm belədir ki, düzdür. Yəni Quranın hikmətləri çox, dediyi mənalar daha dərindir. Amma mən bu qıt ağlımla bunu düşünürəm ki, çünki zina bir münasibətin, bir ailənin təməllərinə qoyulan bir dinamitdir. Hələ bir xanım öz həyat yoldaşının başqa bir xanımla zinasına şahid olursa, həqiqətən də o xanım o ailədə dağılır. Bir xanımın ailədə duyğuları dağıldısa, o ailənin düzəni dağılır. Çünki biz duyğulardan ibarət bir varlıq və bizim o içimiz dağılanda övladımızla olan tərbiyə, hüzurumuz, ailədəki bütün mövzuya təsir edən bir ruh halımız olur. Və bu da uşaqlarımızın travma almasına, bizim kədər keçirməmizə zəmin yaradan bir şeydir. Ona görə murdar bir yoldur. Bu bir yol, pis bir yoldur. Həm də ki, insanların zina nəticəsində xəstəliklərə tutulmasından tutun da, abrının getməsinə qədər. Yəni, bir dəfə insan abrı getdisə, həqiqətən də onu bərtərəf eləməsi çox çətin olur. Yəni, bunları bir-birə yığanda görürsən ki, həqiqətən də iyrənc bir əməldir. Yəni, çirkin bir şeydir. Etmə deyir, yaxınlaşma ki, o çirkinliyə bataqlıq kimi bir şeydir. Gedib batacaqsan, sonra çıxmaq da olmur oradan. Daha sonra 34-də deyir ki, əhdə vəfa edin, çünki hər kəs əhd barəsində sual olunacaq.
İmanın şərtlərindən, insanın keyfiyyətindən də biri əhdə vəfa etməsidir. Yəni bir insan öz əhdinə vəfa etməlidir. Bu ona görə ki, yox ki, qarşı tərəf buna layiqdir. Ki, bəli, bu da bunun işin içindədir. Amma ən böyük səbəb bu olmalıdır ki, əhdə vəfa imanın şərtlərindəndir. Necə ki, ibadət imanın şərtlərindəndir. Necə ki, təqva, Allah qorxusu imanın şərtlərindən biridir. Eynən əhdə vəfa da imanın şərti kimi görməlidir insan ki, o düşüncə onun ruhuna, qanına hopa bilsin. Və eyni zamanda verdiyimiz əhdlərə, bağladığımız əhdlərə biz əməl etmiriksə, onun bizdən hesabını qarşı tərəf sora bilməz. Ola bilər ki, elə bir şərait yaranar ki, onun gücü, resursları çatmaz o hesabı bizdən sorsun. Amma Quran bizə işarə verir ki, o hesabı səndən gözəl şəkildə soruşacaq. O yüzden verdiyimiz bütün əhdlərə riayət etməyə çalışmalıyıq dostlar. Sonra haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Çünki qulaq, göz və ürək bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaq. Dostlar, baxın, Quran deyir ki, 36 qulaq, göz, ürək bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaq. Yəni bizim vücudumuzun parçaları, qulağımız, gözümüz, nə bilim dilimiz, əllərimiz bizim əmrimizdə olan bir nemətlərimizdir, işçi qüvvələrimizdir. Biz necə əmr veririksə, onlar da elə əmr edirlər. Onlar da ayrı-ayrılıqda görürük ki, qiyamətdə bizim əleyhimizə şahidlik edəcəklər ki, ya Rabbi, mən etmirdim. O pornoqrafik filmlərə çox baxdı. Ya Rabbi, mən danışmırdım, o çox qeybət elədi. Ya Rabbi, mənim bu qulağım çox lazımsız şeylər eşitdi. Və bizim əməllərimizi bir-bir bizim orqanlarımız ortaya qoyacaq. Şahidlik edəcək ki, bu adam bunu bizə zülm edibdir. Gözün baxmalı yer, baxdığı yer xeyir olmalıdır, ailəsi olmalıdır, Allahın nemətləri olmalıdır, nəinki pornoqrafik səhnələr. Qulağın eşitməli olduğu söz, xoş sözlər olmalıdır, nəinki qeybət. Dilin danışmalı olduğu sözlər, xoş sözlər və Allahın kəlamı, insanlığa xidmət edən nələrsə olmalıdır, nəinki qeybət. Yəni biz bunların haqqını vermirik. Nəylə? Onları xoş istifadə etməməklə, Allahın istədiyi kimi istifadə etməməklə dostlar. Daha sonra demək dostlar,